آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب لله تعالى الفاتحة. Allah rahmet eylesin. أعوذ بالله من الشيطان الرجيم. يا الله سبحان الله عما يشركون. يا الله الخالق البارئ المصور. صدق الله العظيم. سبحان ربك رب العزة عما يصفون. الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه وسلم. Ya Rabbel Alemin. Okunan Kur'an-ı Kerim'den ayet-i celileleri biz okuduk. Sen dergah hizmetinde kabul eyle ya Rabbel Alemin. Bu mübarek Ramazan-ı Şerif'in üzü suyu hürmetine okunan Kur'an-ı Kerim'den hasıl olan sevabı, burada yatan şehit kulun olan Müşfik kardeşimizin, o cümleden bütün şehitlerimizin ruhu şeriflerine ihsan eyle ya Rabbel Alemin. Cem cümlesine rahmet eyle, cem cümlesine haberdar eyle ya Rabbi. Allahümme tegabbel hazel Kur'an bi hurmetil Fatiha. Aleyhim ve Allah rahmet eylesin. Allah razı olsun. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları, hürmetli göyler cemaati. Her birine teşekkür ederim. Bu izdihamı yarattığınıza göre. Elbette bu izdiham biziydi, babalarındır. Bunların timsalında ben size öz aksakallı teşekkürümüzün karşılığında aksakallı teşekkürümü bize bildiririm hürmetli cemaat. Her birinden Allah razı olsun. Hürmetli şehit ataları, aziz şehit anaları. Bugün Müşfik balamızın özü orada cennette öz yoldaşlarıyla geçirdi az gününü. Buradasa bütün halk, bütün cemaat, bütün şehit ataları, bütün şehit anaları, bütün göyler cemaatinin her biri aynı zamanda onlarla birlikte burada olan konaklar az günlük tebrike gelip yığışmış hamımız onun etrafına. Hürmetli cemaat, bizden bir xahişim var, həmişəki xahişdir. Bu xahişi mən vərdiş eləmişəm. Əslində deməliyəm ki, bunu belə deyişiniz var sizə. Hamımızdan Allah razı olsun. Bir dəqiqəlik tutularaq bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi devam etdirək. Çok sağ olun. Teşekkür ederim her birine. Hürmetli Müşfik bana. Bugün sağında anondu, solunda atondu, karşımda aksakkal babondu. Ve aynı zamanda bütün halkdı. Bütün izdihamdı burada bugünleri. Senin görüşme, senin az gününe yığışmışık. Allah Teala sizin bütün şehit bağlarımızın yerini cennet eylesin. Hürmetli cemaat. Ben bugün bu oruçluk Ramazan ayında Allah Teala bütün şehit atalarının, şehit analarının kalan bağlarını salamat eylesin. Onların xeyrini görsünler. Onların timsalında bütün Azerbaycan halkına Allah Teala hoşun göstersin. Hürmetli cemaat, aziz gün diye, Ramazan günü diye, oruç diye. Burada canan insanların ekseri oruç diye. Şahsen karşınızdaki aksakalınız da oruç diye. Allah Teala bu orucluğun duası her birinizin üstünde olsun. Bir şey gör size hatırlayayım. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı dünən bir toplantı geçti. O bilirdi ki bu günləri Müşfiqin ad günüdür. Xahiş elədi, özü bəndən xahiş elədi ki, mənim daha bildiniz ki, orucluq aydı, orucluq ayına düşdüyünə görə 8 Mart tədbiri Şamaxıda keçirilmədi. Ona görə də, onu dedim mənim salamım, mənim hörmətimin, mənim izdihamım, mənim ürəyimdən gələn ən yaxşı şeyləri, şəhid atalarının, şəhid analarının və eyəcə də bütün göylər cəmatının
Kadınlarına çatdım ben təbrikimi. Çatdırdım. Rayonumuzun başçı hörmətli Asım müəllimin təbrikini sizə çatdırdım. İkinci tədbirdə hörmətli Nəcibə xanım siz deyin. Allah razı olsun, Ağsaqqal, Allah köməyiniz olsun. Mən də icra hakimi adından Cəlal müəllim, onun nümayəndə öyrəm, Turan balamızın adından hamımızın 8 martını təbrik edirəm. Hamımızın ziyarəti qəbul olsun. Allah şəhid anasını başına dönün. Çox sağ olun. Səbir versin. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli bayram. Buyur. Bu izdihamın döşündesən, Ağsaqqalın yanındasan. Buyur, Müşfiqin atasısan. Bir neçə kəlmə. Sağ ol Ağsaqqal, sağ olun. Allah köməyiniz olsun. Rayon İcra Hakimiyyətinə, burada olan kənd bələdiyyəsi, icra Deyəcəm, Allah nümayəndələri təqdim edəcəm. təşəkkür edirəm. Ağsaqqallardan Allah sizə əskik eləməsin. Çox sağ olun, təşəkkür Buradakılar ederim. hamısı Müşfiqin atası, analarıdır. Mənim bacılarım, qardaşlarımdır. Allah hamımızdan razı olsun. Gələn ayaqlarınız var olsun. Bütün kənd cəmaatına, şəhidinə dəyər verənlərə, hamımız Allah kömək olsun. Allah sizdən dönə-dönə razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. Rəsmiyə balam. Buyur bir neçə kəlmə anasısan. Durmuşsan Müşfiq balamın sağında. Hamınıza xoş gəlmisiniz deyirəm. Allah hamınızdan razı olsun ki, bugünkü günü Müşfiqin ad günündə yığışmısınız. Allah hamınızın köməyi olsun. Amin. Allah. Balada qardaşım, ad günü mübarək olsun, dəyişməyəməz. Təşəkkür edirəm. Sən bu günləri şərəflə, fərəhlə Allah'a şükür bu günə gitləriniz var. Bu gündə bizim igid bağlarımız var. Allah bunları cənnətində eləsin. Biz bunların sayəsində yaşayırıq. Biz bunların sayəsində hər bir işi görürük. Hörmətli cəmaat, bugün bu izdihamda, bu tədbirdə Göylər Kənd İcra Nümayəndəsinin sədri hörmətli İxtiyar müəllim buradadır. Göylər Kənd Bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim buradadır. Şamaxı bu işə baxan İcra Hakimiyyətinin mavini hörmətli Agil müəllim buradadır. Hər bir şeydən kənar bütün şəhid ataları buradadır. Bütün şəhid analar buradadır. Allah Teala hər birinizdən razı olsun. Allah Teala hər birinizdən xoş günlər göstərsin hörmətli cəmaat. Hörmətli şəhid atası İmran müəllim buyur. Hörmətli ziyarətçilər, hörmətli mənim dərd ortaqlarım, şəhid ataları, şəhid anaları. Ən əvvəla hər birinizi salamlayıram. Əziz Göylər cəmaatı, ola bilsin qonaqlarımız var. Allah hər birinizdən razı olsun. Bayram qardaşım, rəsmiyə bacım, Allah gözəl balamızın cənnətli adını mübarək eləsin. Bəli, Ağsaqqal deyən kimi həmişə bu sözlər təkrarlanır. Doğrudan da elədir. Bu ölkədə, bu xalqda nə işlər olursa, hamısı bizim qəhrəman balalarımızın qanı, canı başlasına başa gəldi. Allah hər birinin yerini cənnət eləsin. Amin. Ağsaqqal, Allah sizi də böyüdür, əski eləməsin. Təşəkkür edirəm. Sağ olsun burada iştirak edən icra nümayəndəli, bələdiyyə rəhbəri, məktəb direktorları, müəllimlər, müəllimələr. Biz də bir şəhid atası olaraq öz adımızdan sizə minnətdarlıq bildiririk. Var olsun o kəsri şəhidinə dəyər verməyi başarır. Allah onların da ölənlərə rəhmət eləsin. Bir daha Müşfiq balamın timsalında Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Bu əziz gündə, Ramazan ayında, orucluq günündə oruç tutan bacı qardaşlarımın orucunu Allah qəbul eləsin. Biz valideynlərə Allah bol dözüm versin və hər birinizə təşəkkür edirəm. Çox sağ olun, çox var. Hörmətli cəmaat. Ürəyim açılır. Ürəyim açılır, fərəhlərə monarqiyatı belə igidim var döşümdə. Ürəyim açılır, fərəhlərə monarqiyatı belə xalqım var döşümdə. Sizdən bir şey xahiş edirəm ki, mənə məlumat verirlər ki, kətdə də başqa şeylər var. Orada bu cəmaat getməlidir. Çıxışları qısa eləyək. Çıxış söz, hörmətli şəhid atası. Şefim müəllim buyur. Mən də bütün tədbir iştirakçılarını salamlayıram, uzaqdan, yaxından gələn qonaqlara salamlayıram. Müşfiq balamızın mövludu mübarək olsun. Bayram Allah səbrinizi versin. Qalan qalalarınızın xeyrini görəsin inşallah. Şəhid anaların təbrik edirəm təslimat münasibəti ilə. Ramazan ayı münasibəti ilə oruç tutanların Allah orqan qəbul eləsin. Ramazan bayramımızı təbrik edirəm. 33 bir ay bayramdır Ramazan. İndisə ayın əvvəlindən axırına qədər bayramdır. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onların məqamı ucu olsun, ruhları qarşısında baş əyirəm. Allah qazilərimizə şəfa versin. Əskərlərimizi qorusun, ordumuzu qorusun. Xalqımıza Allah bərəkət versin. Sürəncili bayrağımızı həmişə göylərdə Allah dalgalandırsın. Sağ olun. Çox sağ ol, təşəkkür edirəm. Şəhid atası Rıza müəllim buyur.
Sağ olun. Allah balamıza kardeşlerimize on timsalında bütün şehitlere. Bu doğum günü bir şey için ne kadar var? Bizim Azerbaycan tarihi uşaqların onsuz her bir ihtilafıyla düşür. Onların doğum tarihini biz de Müslüman millet edeceğiz. Ona göre de bu işte görenlere de sağ olun. Kaldı ki ben de koşullarlarına diyen kadınları, anaları, bacıları tebrik ediyorum. Evet, tabii ki. Ve ikinci bugün bizim en büyük bayramımızdır. Ramazan bayramı. O münasebetiyle tebrik ediyoruz. Oruç tutanları da, tutanları da. Ya sizin özünüze diyorum. Sen ata borcu yerine getirmişsin. Bak görürsen burada ne güzellik yaratmışsın. Cennet yaratmışsın. Bunun özü böyle der ki içeriden gelir. Sen ne kadar düzeltsen de yani bu söz. Cennet hamısı bunlarındır. Yani ona göre de. Kim harda ne yaratsa bunların. Bəli. Şimdi ham yaradabilmiş ya. Allah bundan da yaşalasın. Bir daha doğum günü olsun. Teşekkür ederim. Çok sağ olun. Şahit atası. Sübhan müəllim buyur. Sağ olasın. Cemaat Allah sizlerden razı olsun ki şehir valideyine teşekkür ederim. Ben özüm döyüşçüsü olsam ben bizim bu vaxt gəlib çıxışımızı şükür balalar yerinə yetirdi. Ben müşkürüyüm şehrimizin şəhid qardaşları adından, şəhid atalar adından bütün qadınlarımızı təbrik edirəm. Bu qadınlar əsl bayramı çox gözəl bayramdır. Ona qiymət vermək lazımdır. Bizim balalarımız xalqımızın gözəl yaşaması üçün, belə Ramazan bayramını arzuda keçirmək üçün, oruç tutmaq üçün, 8 Martı qeyd eləmək üçün, gözəl günlər görmək üçün, toy eləmək üçün, subay balası şənlik eləmək üçün müşrik kimi qardaşlarımız, balalarımız öz aziz tanrılarından keçdi. Bunu dəyərləndirmək lazımdır ki, onlar elə belə gedib torpaqları almadı. Torpaqları aldılar ki, oralar düzəlsin, abadda olsun, bütün ölkəmiz irəli geçsin, gələcəyi gözəllər, balalarımız gələcəyi gözəl olsun, onlar müharibə görməsin. Müharibə olmamasında güclü olmaq lazımdır, birlik bərabəri saxlamalısın ki, ölkə inkişaf eləsin. Bizim balalarımız da, ölkə nə qədər inkişaf edəcək, balalarımız bir o qədər də yaxda qalacaq, 100 illərlə yaşayacaq. Onların Türkiyə qanunları bədava gedməyəcək, çünki onlar nə qədər ki, Qarabağda, Azərbaycanda güzəli bayraq var. Müşrik qəhrəmanlarımız həmişə anılacaq, həmişə biz olmayanda da dövlət, kənd, cəmaat, el-oba gəlib ziyarət edəcək. Allah tənizi barək eləsin, Allah cəmaat üzərində razı qalsın. Allah ordumuz, yurdumuzu qorusun. Müşrik kimi bu günlərə az gün olan şəhidlərimizin də mövludun mübarək olsun. Teşekkür ederim. Çok sağ olun. Şahit anası. Ayşe Hanım. Bugünkü gündə balalarımız bizi təbrik eləmədi. Bayramımız mübarək olsun. Əziz bacılarım, igid oğullarımın qəhrəman anaları. Müşfiq balam, cənnətdəki doğum günün mübarək olsun. Allah hər birimizə səbir dözüm versin. Amin. Allah ordumuzu qorusun. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Buyur. Hem bayramdır, hem müqəddəs Ramazandır. Bayramlarda adətən anaların gözləmişələri olur. Min şükür ki, Allah Teala bizə müşfiq kimi şəhid oğullar bəxş edir. Çok şükür. Allah'a min şükür. Mən demək istəyirəm ki, rəsmiyə, mən də öz şəhid anası olaraq bütün günü gözləyəcəm bir sözü sizə demək istəyirəm. Müşfiqin adına demək istəyirəm ki, bayramı mübarək ana. Çok sağ olun müəllime. Teşekkür ederim. Hürmetli Cemile Hanım buyur. Şahit anası. Allah hamımızdan razı olsun. Müşfiq balam, çok günün mübarək. Xanıma yaxşı hədiyyə olmuşdu. İndi də laf yaxşı hədiyyə olmuşdu. Təbrik edirəm. Ay rəsmiyə. Yerin, yurdun cənnət olsun. Cəmi şəhidlərin. Müşfiq balamın da yurdu şad olsun. Çok sağ olun. Teşekkür ederim her birinize. Söz Göyler Kendi Zira Nümayəndəsinin sədri hörmətli İxtiyar müəllimə verdim. Buyurun. Hörmətli hanım iştirakçıları, hörmətli toplantı iştirakçıları. Mən də hər bir şəhid valideynlərinə bugünkü gündə bayramı təbrik edirəm. Xüsusilə anaların bayramını təbrik edirəm. Eləcə də bizim rayonun bütün qız balaları, anaları, hər birinin bu bayram günü mübarək. Və xüsusilə rəsmiyə bacımıza mən bildirirəm ki, elə bir evlad dünyaya gətirmişsiniz ki,
hər birimizin bugünkü gündə o nəslin başını uca eləyən bir oğul. Allah yerlərin cənnət eləsin. Heç vaxtı nə qədər Azərbaycan dövləti var, nə qədər dövlətçilik yaşayacaqsa, bu şəhidlər unudulmayacaq. Bir daha bugünkü günə təşrif buyuran hər bir kənd cəmaatının qonaqları salamlayıram öz adımdan. Çox sağ ol deyirəm. Təşəkkür edirəm. Qısa eləmək də borcum deyil. Çox sağ olun ki, söz verirsiniz. Təşəkkür edirəm. Allah səbir versin. Təşəkkür edirəm. Göylər kənd bələdiyyəsinin sədr hörmətli Çingiz müəllim, buyur buradasan. Hər Mən dəfə də hər olursan. birinizi salamlayıram. Öz növbəmdə bura gələn cəmaatımıza, elimizə, şəhid analarımıza, şəhid valideynlərin atalarına öz minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, bugün buradasınız, bir yerdəsiniz, həmrəysiniz. Müşfiq balamızın da bugünkü ad günün, cənnətdəki ad günün təbrik edirəm. Rəsmiyə bacı, sizi təbrik edirik. Bugünkü Qadınlar Günü münasibətilə valideynləri, Rəsmiyyənin timsalında qadınların bayramına təbrik edirəm. şəhid analarımızı, hər birini təbrik edirik. Allah sizə bu günləri bir daha göstərməsin. Sizə də birlik, həmişə mehribanlıq arzu edirik. Allah rəhmət eləsin. Bütün şəhid valideynlərinin qarşısında baş əyirik. Çox sağ olun, təşəkkür edirəm. Mən döndüm yenə sağa. Hörmətli müəllim, buyur. Çok sağ olasın. Allah her birden razı olsun. Yıllar kent cemaatinden de şehit yapanlarından da dergi olarak bile dinliyorlar. Birinci günde Müşfiq balamızın doğum günü elə bir günü təsadüf edir ki, həqiqətən də anasına hədiyyə oldu. 8 Mart günü. Allah məkanı cənnət etsin. Amin. Allah ata-anasına səbir versin. Allah xalqımızı, yurdumuzu qorusun. Əsgərlərimizi qorusun. Amin. Çox sağ olun. Bugünkü gündə o Cəbir bölgəsində dayanan oğlanlarımızı qorusun. Qarın maruzun içində, baxmayaraq ki, burada indi hələ də bizdə də qardır. Yəni, Bu da bir bərəkətli şey Allah. əlbəttə, bərəkətli hamısının qaydına qalan da var. Xalqımız da, yurdumuz da, ordumuz da var olsun. Çox sağ olun. Sürəngi bayraqlarımız da həmişə zirvələrdə olsun. Amin. Çox sağ ol Bayram qardaş. Allah sizi var eylesin. Her şey Allah səbrinizi versin. Belə deyim. Təşəkkür edirəm. Hörmətli xan baba şəhid atası, buyur. Sakal çok sağ ol. Bayram kardeş, etmeye bakın. Allah sabrınızı versin. Allah Müşfiq balamızın timsalında bütün şehitlerin yerini cennetler. Amin. Adamların güzelleştirir. Allah sabrınızı versin. Ne diyeyim? Çox sağ ol, təşəkkür edirəm hörmətli qardaş. Namaz şəhid atası, buyur. Təşəkkür edirəm. Çoxdan danışmırsan Məbud qardaş, buyur. Natır müəllim, buyur. Çox sağ ol. Şəhid atası. Çox sağ ol Səkkar. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Şəhid atası olaraq. Müşfiqin timsalında birinci, ikinci Qarabağ cəmi millətimizin, dövlətimizin bütövlüyü uğrunda bu ana bacıların bugünkü günü üçün şəhid olan, dünyasını dəyişən bütün şəhidləri Müşfiqin timsalında cəmi şəhidlərə hamısının məkanı cənnət, məqamları uca olsun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Cəmi Azərbaycan anasını, Azərbaycan qadınının bugünkü gün münasibəti ilə hamımızı təbrik edirəm. Başda şəhid analar olmaq şərti ilə, şəhid bacılar olmaq şərti ilə. Eyni zamanda oruc namazı cəmi bugün Ramazan günü, yəni ki, oruç tutanların oruçları, oruç namazları qəbul olsun. Amin. Bayramlarımız mübarək olsun. Cəmi şəhidlərə, şəhidlərin məkanları, cənnət məqamları uca olsun. Şəhid valideynlərinə səbir, bol səbir arzular. Birliyimiz, bərabərliyimiz bizim elə bax buna görə də Allah hamımıza razı olsun ki, bu günləri biz bir yerdəyik. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun.
Ordumuz güclü, qüdrətli, ayıq sayıq basılmaz olsun. Çox sağ olun, var olun. Teşekkür ederim. Galip kardeş. Şehit atası buyur. Yerinde maşallah yaxşı hündürlesin buyur. Aşağıda gördüm, görüm. Yaxşı edirsən. Çok sağ olun arkadaşlar. Ziyaret iştirakçıların salamlayıram. Gelen konakları, değerli şehit valideynleri salamlayıram. Güzel bir ayda, güzel bir mekan diyor. Müşfik balamızın gününe yarışmış o. Allah bayram kardeş, resmi yapadım. Müşfik balamızı değişmeyen bu nurların cennetteki değişmeyen nurların mübarek kılsın inşallah. Müşfik balamızın timsalında Allah bütün şehirlerimize rahmet etsin. Bize şefalar versin inşallah. Şehit valideynlerine sabır versin. Bir de bugün 8 Mart Kadınlar Günü değil. Başta şehit anaları, şehit hanımları, şehit bacıları, şehit kızları olmakla bütün kadınları 8 Mart Beynəlxalq Kadınlar Günü münasibətilə təbrik edirəm. Həmçinin Ramazan ayında yox, Allah oruç tutanları korusun, namazını qəbul eləsin. Amin. Şəsin bayramı mübarək olsun. Allah şəhidlərimizə də qəni-qəni rəhmət. Amin. Teşekkür ederim. Çok sağ olun. Şehit atası Kalman Bey. Buyur. Çok sağ ol Allah sizi var eylesin ki bu 5 günde bize Teşekkür ederim. Çok sağ olun. razı olsun ki bu Bunlar da. balamızın ad gününe geldik. Müşfik balamızın Allah yerin cennet eylesin. Allah atasının anasına sabır versin. Amin. Çok sağ ol ağabey. Teşekkür ederim. Çok sağ olun. Han babanın kardeşi oğlu. İlhan Müəllimin oğlu buradadır. Buyur. Allah rahmet eylesin Müşfik kardeşimize. Onların sayesinde biz bugün burada değerli söz dinleyen Allah bütün şehitlerimize rahmet eylesin. Allah bütün şehit analarının timsalında bütün kadınlarımızın bayramını tebrik ediyoruz. Çok sağ olun. Bütün Müslümanların, oruç tutanların hamısının Ramazan bayramı. Çok sağ ol. Teşekkür ederim. Çok sağ ol. Kardeş, dün senin kardeşin tedbirinde gibi Allah rahmet eylesin. Azad kardeş. Buyur. Allah bayram kişiye hayırla sabır versin, dözgün versin. Kardeşimizin mevlud günü mübarek olsun. Cəmi şəhid Şahmet hazırlar. ataların qarşısında baş əyilən Allah sizə sabır, sözün təmkin versin inşallah. Çok sağ olun. Çok sağ olun. Ne değil? Ha. Ha, kardeş. 6 salim. Sağ olun söz verdiyinizə görə, məndən əvvəl çıxış edən bütün natiqlər, bütün qeyd olunan nüansları qeyd elədilər. Mən də öz adımdan, təmsil elədiyim qurum adından, təmsil elədiyim qurumun rəhbərliyi adından 8 Mart Qadınlar Günü münasibəti ilə bütün şəhid anaların, şəhid xanımların, Gelin, gelin, gelin. Gelin, kesin odaya bakalım. Allah Teala Müşfik kardeşimizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları rahat etsin. Ailə üzvlərinə, yaxınlarına səbir gözünü. Allah rəhmət eləsin. Valideynlerine sabır versin. Uzun ömür, can sağlık. Çok sağ ol, teşekkür ederim. Baş erin başlasın. Çok sağ ol. Müəllim. Və mənim həmişə borcumdur sizin yanınızda olmaq, Bəli. ailələrin yanında olmaq. Bu biz verdiyimiz bir söz deyil. Şəhid bizi tanımırdı, amma biz şəhidi tanıyırıqsa indi, şəhidi yaşatmalıyıq və onun həmişə ziyarətində olmalıyıq, şəhid ailələrin yanında olmalıyıq. Bu bizim müqəddəs borcumuzdur. Allah şəhidimizə rəhmət eləsin, yeri cənnət olsun. Allah cəm şəhid valideynlərinə səbəb olsun. Fürsətdən istifadə edib bu qəhrəman oğulları dünyaya gətirən anaların əlindən öpürəm, onların bulunduğu bayramı təbrik edirəm. Çok sağ olun, teşekkür ederim. Neden? Neticem, dağın yanında sen de şehri. De. Sıskın dileğim danışmırdım mı? Sönmüş o zaman sensizdim mi? Rahat huzur bana geldin sevmeyi sen gülür gönlümün dermanı ata. Esneteyim sarışmayına yere göre. İnan küstüm düştüm sensiz her şeye. Şunun yollarda da gelsen diye bir gün bitirirsen itirana ata. Teşekkür ederim. Nerman? Dəstədən qalmasan da hamısına buradan gelip bir iki kelime bir Allah'a rahmetine söyledim. Tevfik de kalır. Kim? Tevfik. Tevfik ben danışmışam. Ben danışma Tevfik de bu. Nerman iki kelime. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Allah hamımızdan razı olsun. Teşekkür ederim her birinize. Buyur. Yollarında sıçrar olsun. Bir dakika. Hürmetli cemaat. Bugün Şamaxı Altın Sayılı Tam Orta Məktəbinin rəhbərliyi bax bu qarşınızda duran bağlarımızı hazırlayıb
Göyler kendinden Müşfik'in bugünkü al gününe teşrif buyururlar. Müəllimləri buradadır. Müəllimlər də buradadır. Bağlarım da döşümdədir. Biri də mənim nəticəmdir. Nədəndir başdan? Buyur, dedi. Başla. Yollarım olsa, yener yolum önüm sana. Can vətənim, ana yurdum, qurban olsun canım sana. Gözəl yurdum, gözəl elim, can könüldən ayrılarmı? Mənim könülüm canım sənsən, səndən özgə canım varmı? Həsrət oldu, nifaq düşdü, sağa, sola səpələndi. Xarı bülbül nəfəsilə budur yenə bərabərlik. İllər, aylar ötdü, keçdi, dələr yaşadı xalqımız. Qanlar axdı, canlar getdi, azad oldu torpağımız. Azərbaycan, Azərbaycan, hər canda sən vuran ürək. Azad torpaq, azad vətən, azadlığın mübarək. Çox sağ olsun. Məzarlar qazıldı, saysız hesabsız. Dağ burada igidlər, bayraq uğrunda. Bu millət yolunda, vətən yolunda. Torpağa getdilər, torpaq uğrunda. Şəhidlik ən böyük, zirvə də onsuz. Şəhidlik əbədi yaşam deməkdir. Xalqın hər şəhidi bu millət üçün ən əziz, ən böyük adam deməkdir. Dik saxla başını, şəhid anası. Şəhidlər ölməyib, yaşayır yenə. Bir oğul itirdin, min oğul tapdın. Bütün qeyrətlilər oğuldur sənə. Buyur. Vətən bizim dilimizi, qəlbimiz dağa, yollar bizi aparır. Gedirik Qarabağa, vətən qarşılar bizi, pay alır nemətindən. Doymaq olmur sənin doğma məhəbbətindən. Şücaətli oğullar, bayaq sazı hər yana. İmza atdı oğlumuz, ən müqəddəs məqama. İgidlər öz qanıyla yazdı zəfər dastanı. 30 il gözləmişdik bu tarixi, bu anı. Dəmir yumruq düşmənə öz yerini göstərdi. 44 günlük döyüşlər tarixi bir zəfərdir. Analar ağlamasın, şəhidlər ölməzdilər. Düşmənlər öz xoşuyla yurdundan getməzdilər. 44 günə min ilin tarixini yazmışıq. Qarabağ Azərbaycandır, biz zəfər qazandık. Çox sağ olsun. Resme yok bunları. Vətən sağ olsun diye igidim var Azərbaycan. Bu torpaqlardan da bizim şehit verilmizde düşünsen mesela güzelmişiz. İgidim var Azərbaycan. Düşman bize oyun kurdu, bir etti güzel yurdu, unuttular, bozuldu. İgidim var Azərbaycan. Çok sağ olun. Azərbaycan'da Allah bütün şehirlerimize rahmet eylesin. Amin. Ziyanın mən kendi dersim. Bunların rəhbəri Babək müəllim buradadır. Bir neçə kəlmə. Bir neçə kəlmə buyur görüm. Bayram Allah məkanın cənnət eləsin. Bütün şəhidləri, valideynlərinə Allah can sağlığı versin. Şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Siz gəlin bir qab. Buyuram ki, Azərbaycan torpağı mənə vətəndir, vətən. Hər qarışı, hər yeri, hər tərəfi, hər dağı mənə vətəndir, vətən. Torpağın azad etdi bu vətənim, bu yurdum, igidləri, nərləri, müzəffər ordumuzun, şərəfli zabitləri, qəhrəman əsgərləri. Mən qürur duyuram ki, 45 günlük savaşda uğurla qalib olduq. Şuşaya, Cəbrayıla, Zəncilana, Latına, Qubadlıya, Ağdama, Füzuli torpağına biz yenə sahib olduq. Neçə igidlər Azərbaycan naminə canlarından keçdilər. Yaşasın vətən deyib şəhadəti seçdilər. Düşmənə göstərdilər biz nə qədər hünərli, yenilməyən orduyuq. Elə buna görə də biz bu qalibiyyəti şəhidlərə borcluyuq, qazilərə borcluyuq. Yaşa Azərbaycanım, yaşa vətənim, yaşa. Səni azad etmişik, biz qayıtmışıq Şuşa. Şəhidlər ölməz, vətən bölünmüş. Allah bütün şəhidlərimizə rəhmət eylesin. Ruhlar qarşısına baş əyləsin. Bugün şəhadətə yüksəlmişəm mən. Təkir bölünməsin qoy ana vətən. Ruhum səninlədir, köçübdür bədən. Qoymadığım düşməni girsin yurduma. Fəxr elə mənimlə ağlamağına. Şəhidlik ən uca zirvədir inan. Bunu təsdiq eləyir müqəddəs Quran. Mənəm o əl çatmaz zirvədə duran. Cənnəti bəxş edib Rəbbim quluna. Fəxr elə mənimlə ağlamağına. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Ruhlarına qabanda baş eləsin. Təşəkkür, buyur bana. Yavaş yeri asta dolan. Bu torpaqda şəhid yatır. Tək deyil burada solan.
Qərənfildir qala batan. Salam söylə endir başını, şəhid ruhu inciməsin. Nalə çəksin öpsün daşını, zəmirxarə səngiməsin. Güllə səsi gəlir buradan, burada səssiz ruh ağlayır. Can alışır burada qorxudan, burada aləm qəm saxlayır. Müstəqildir o qaradaş, müstəqillik istiqaldır. Ey yalın gedən savaşda özgürlüyə cığır saldı. Yavaş yeri asta dolan, bu torpaqda şəhid yatır. Qaytar yurdu əzimdə dur, şəhid qanı qisasdadır. Təşəkkür edirəm. Dostlar, buyur bala. 8 Mart'ta dünyaya geldin, açtı güller çiçekler, sevindi ata-anan. 8 Oktyabır'da şehit oldun, soldu o çiçekler, ağladı ata-anan. Nur üzlü şehidim, indi senin için Azerbaycan xalqı ağlayır. Şehidim, rahat uyu, cənnətdəki ad günün mübarək olsun. Çok sağ ol, təşəkkür. Gülü qoyarsan. Buyur. Neçə arzun qaldı yarım, neçə dilək sənsizləşdi. Heç artmayan yaşın kimi, şəklin daş üstə birləşdi. Sənsiz qaldı anan, atan, nakəm köçdüm bu dünyadan. Unutmarıq səni bir an, yad eyləyirik ey qəhrəman. Sən şəhidsən, müqəddəssən, toxunulmaz zirvədəsən. Sən şəhidsən Qarabağa, ilk bayraq sancar şəhidim. Sən şəhidsən Qarabağa, ilk bayraq sancar şəhidim. Çok sağ ol, təşəkkür edirəm. Hə, buyur bala. Ağacdan tökülən son yarpaq kimi. Ağacdan tökülən son yarpaq kimi. Yarımçıq oxunan bir kitab kimi. Hə, verək bala. Ağacdan tökülən son yarpaq kimi. Yarımçı oxunan bir kitab kimi. Sonra pozulmayan durmalar kimi. Qəlblərə yaşayan iri şəhidlər. Şəhidlik zirvədir, məqama çatdınız. Şanlı tariximizi qan ilə yazdınız. Ömür verib ölümsüzlük qazandınız. Daim ürəklərdə yaşar şəhidlər. Şəfəqdən süzülən nurlar içində. Çiçəklər içində, güllər içində. Ana torpağımızda huzur içində. İndi rahat yatır, indi rahat yatır igid şəhidlər. Bax, qarşınızdakı ağsaqqal, mən həmişə deyirəm sözü. Deyəcək yaşarımı deyirsən də, bəli deyirəm. Deyəcəm də. Göy görülür, gedir. İndi biraz da sonra görüləcək. Amma qarşınızdakı ağsaqqal nəyə görə görülür? Onların sayəsində. Bugün toylar eləyirik, maşınlar alırıq, evlər tikirik, hər bir xeyir iş görürük. Başımızca hər bir iş görə bilirik bunların sayəsində. Hər biri bunların sayəsində da and olsun Allaha. Eləyəcəz da. Hacda bir gün mən böyle göylər bax bu cəmaatın içində demişəm, bax bu dayandığım yerdə demişəm. Mənə gəldim gördüm ki yerində başqa adam gəlir. Dedim çəkil. Yer nə deyirdi? O nə deyir? Ərəb idi. Telefon vardı. Deyir ki mən yerindən çəkil. Deyir də ki geçsən hələ torpağı ya ondan sonra gəlib məni yerdə baş edərsən. İndi nə deyəcəm mənə? İndi mənə nə deyəcək, nə deyə bilər? İndi Allah'tan aktarım adam bir şey edelim ha. Ondan sonra Pakistan gör ne elirdim de adama. Baş mən sahasına, bak bunların sahasına. Allah Teala bunları yerin cennettir etsin. Allah bunların həmişə bunların bağlarını, qalan bağlarını Allah xoşbaxt eləsin. Hörmətli şahid ataları, aziz şahid anaları. Qalan bağlarınızdan xeyir görəsiniz. Görürsünüz Allah korusun. Allah aşkına. Bu göylər kendine ben iki şahid atasının önünde, şahid ailesinde toyda oldum. Kalanlarında da olacağım Allah korusun. Kalan şahid ataların şahidlerinde olacağım. Allah Teala her birinizden razı olsun. Bugünkü bu şərəfəti, bugünkü bu gözəlliyi, bugünkü bu xoşbaxtlığı yaradan sözsüz hörmətli göylər cəmaatı. Əziz cəmaatımız, hörmətli cəmaat. Mən nə görə də söz danışa bilərəm. Ona görə ki söz qutarmır. Fərah gələndə insan Allah'ta danışmayan adama söz gəlir. Mən Şahverdi qardaşa söz verdim, dedi xəstəyəm ağsaqqal. Ona görə də hər biri danışmaq istiyorsunuz, hər biri ürəyindən gələn sözlər demək istiyorsunuz. Amma Allah Teala hər birinizdən razı olsun. Bugün biz Müşfiq balamızın ad günündə olduq. Bu izdihamı, bu gözəlliyi, bu xoşbaxtlığı yaradan bütün cəmaata təşəkkür edirəm. Allah Teala bu ailəyə də bundan sonra xoşbaxt günlər göstərsin. Ya Rabbim ya Resulallah. Görmək, cəmaat xalqın əksər hissəsi orucdur.
Mən dönərəm bu Göylər cəmaatına, çünki içərisində olmuşam, göstərimdə olmuşam, aralarında olmuşam. Göylər cəmaatı olacaq çox möhkəm cəmaatdır. Mən bunu bilirəm. Hər kim oruç döyürsə, bayram göldə müşbüktül olacaq. Hər kəs orucdursa, axşam iftar vaxtı bayram göldə müşbüktül olacaq. Hörmətli cəmaat, bunu da eylənərəm sizə. Bilin və onun axşam bayram göldə iftar vaxtı Allah'sa əsas odur. Əsas odur. İftar vaxtı mən saqqalı sizdən xahiş edir ki, hamı oruc olan insanlar bayram göldə, müşbük göldə iftarını açsınlar. Hər birinizdən Allah'tan razı olsun. Allah hər birinizdən razı olsun. Allah Teala bütün şəhadətlərini xoşbaxt eləsin. Allah sözün hər birinizi xoşbaxt eləsin, hörmətli cəmaatım. Əziz xalqım, əziz arxamız, dirəyimiz Allah bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Mən Azərbaycan xalqı deyəndə bütün rayonlar gedir onun içərisində. Xahiş edirəm sakit olaq. Bütün Azərbaycan xalqı gedir onun içərisində. Allah Teala prezidentimizi xoşbaxt eləsin. Ali baş komanda Allah Teala xoşbaxt eləsin. Mehriban xanım Allah xoşbaxt eləsin. Bugünkü gündə mən də sizin hər birinizin adından, bütün şəhid anaların adı başda olmaqla, bütün Göylər cəmaatının, bütün Şamaxı rayonunun kadınları adından Mehriban xanımı, səmimi qəlbəm, ağsaqqallıq təşəkkürümü, təbrikimi göndərirəm. Allah Teala sizdən razı olsun. Allah Şamaxı cəmaatını xoşbaxt eləsin. Allah Göylər cəmaatını xoşbaxt eləsin. Mersin olsun. Amin. Çok sağ ol. Subhanekallahümme ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk. Velhamdülillahi rabbil alemin. El Fatiha. Allah rahmet eylesin. Her kim oruç döyse bayram girer.